Salam aleykum. Peyğəmbərlərin dili ilə dua etmək. Ərəf surəsi 23-cü ayə. Həzrəti Adəm əleyhissalamın tövbə duası. Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, ziyana uğrayanlardan olarıq. Nuh surəsi 28-ci ayə. Həzrəti Nuh əleyhissalamın duası. Ey Rəbbim, məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla. İbrahim surəsi 35-ci ayə. Həzrəti İbrahim əleyhissalamın duaları. Ey Rəbbim, bu şəhəri təhlükəsiz et və məni, övladlarımı bütlərə ibadət etməkdən uzaq saxla. Saffat surəsi 100-cü ayə. Ey Rəbbim, mənə salihlərdən olacaq bir övlad bəxş et. Taha surəsi 25 və 26-cı ayə. Həzrəti Musa əleyhissalamın duası. Ey Rəbbim, köksümə genişlik ver, işimi mənə asan et. Ənbiya surəsi 87-ci ayə. Həzrəti Yunus əleyhissalamın duası. Səndən başqa məbud yoxdur. Səni pak bilirəm. Həqiqətən də mən zalımlardan oldum.